2016-cı il aprelində 4 gündə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cocuq Mərcanlı kəndi, Suqovuşan və Gülüstan kəndi istiqamətindəki yollar tam nəzarətə götürüldü. 2017-ci ildə isə Böyük Qayıdışın ilk ünvanına köç baş tutdu. Cocuq Mərcanlıdan reportajımız var, izləyək. Bunun hamısı güllə yaralarıdır. Bax, görürsünüz. Ermənin atdığı güllənin yaralarıdır bunlar. Traktordan qabağı görürsünüz. Ermənin ən təhlükəli postlarından biri buydu. Bir postları bu buydu. Təmas xəttində yerləşən bir kənd və buranı tərk etməyən yeganə sakin. Mənim üçün ən müqəddəs yer, bax bu tozlu torpaqlı kəndimdir. Bu mənim üçün dünyanın ən belə deyək, ən ucqar, nə bilim, ən yaxşı istirahətli yerlərindən daha üstün. Aprel döyüşlərində də əsgərlərimizlə bərabər olmuşam, 44 gündə də olmuşam. Bunların hamısı mən görürdüm ki, bunun yekun nəticəsi gəlir. 2016-cı ilə qədər tək ailə olaraq kənddə yaşayırdıq. Amma indi bu dəqiqə Allaha şükürlər olsun, kənd olaraq tam formalaşmışıq. Kəndimiz tam məskunlaşıb. Burada yeni nəsil dünyaya gəlir. Vətən müharibəsinin təməl daşlarını qoyan kənd. Qələbəyə qapı açıb Böyük Qayıdışın ilk qaranquşu oldu Cocuq Mərcanlı. O günlərdən 9 il ötür. Bura həyat yenidən qayıdıb. Salam ay xala. Yorulmayasınız. Olar gələ çəkək iş gördüyümüz işi. Gəlir, gəlir. Nə qəşəng bağınız var. Çox sağ olun, təşəkkür ederim. Allah razı olsun. Xoş gördük. Necəsiz? Sağ olun. Ağacları boyuyursunuz. Hə, də qarışqazadı yeməsin. Cocuq Mərcanlıya qayıdıb burada məskunlaşmaq necədir? Xala qurban elə ölməli qalmalı yer var. Burada özüm üçün çay qoyuram, nə bilim, də ağacım biri ilə. Başımı qatıram. 150 ailə məskunlaşıb bugün Cocuq Mərcanlıda. Hər biri bir başqa doğma qarşılayır insanı. Tanıdı, tanımadı. Allah qonağı deyib qapılarını açır. Bir tikə çörəklərini paylaşırlar. Elə Aysenənə kimi. Allah canını sağ eləsin. Allah kölgədə qal, nə edəcək? Kənddə bütün şərait yaradılıb. Uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikilib. Bununla yanaşı, sakinlərə təsərrüfatla məşğul olmaları üçün pay torpaqları da ayrılıb. Artıq Cocuq Mərcanlıda yazın nəfəsi duyulur. Bu dəfə isə yolumuzu uşaqların səsinə yönəltdik. Həmişə xəyalım idi ki, gəlib Qarabağ bölgəsində dərs keçirim, uşaqlara tədris edeyim. Cocuq Mərcanlıda oxumaq, burada yaşamaq necədir? Çox qəşəng bir hissdir. Mən də çox sevirəm. Yaxşı oxuyuram, dostlarımla münasibətim çox yaxşıdır. Cocuq Mərcanlı necə bir kənddir? Xoşuna gəlirmi? Buranın ən gözəl tərəfləri nələrdir? Onlardan danış. Ən gözəl tərəfi mən məktəbdə oxumağımdır. Mən müəllimimi də çox sevirəm. Bu cocuqda olduğuma çox sevinirəm. Yaxşı kənddir, havası da qəşəngdir. Bəzən dostlarımla gedirik futbol oynamağa. Şəhər havasını da qəşəngdir, amma bura kənd havası daha ayrı bir gözəldir. Cocuq Mərcanlıdan uzaq olsun adamlar. Yenidən canlanan Cocuq Mərcanlıda həyat su kimi axıb gedir. Artıq hər yerdə bir ocaq yanır. Evlərdən körpə səsi eşidilir. İndi Cocuq Mərcanlı 30 il əvvəl olduğundan da gözəldir. Cocuq Mərcanlının gələcəyi isə daha gözəl olacaq. Ayşən Cümşidova, Elvin Qəhrəmanov, ATV Xəbər.